vəzifəmiz nədir? Biz xəstəyə yardım göstərəndə, əgər o xəstəxanadadırsa, onun yardım qaydası başqa cürdür. Ola bilər siz xəstəxanadasınız və sizin yanınızda kimsə bayıldı. Və yaxud da huşunu itirdi və yaxud da yıxıldı, travmalı və s. Təbii ki, burada yanaşma tərtibi bizim əsas öyrənəcəyimiz məsələ xəstəxanadan kənar mühitlərdə, vəziyyətlərdə sizin etməli olduğunuz tədbirlərdir. Əsas baxın, nüans nədən ibarətdir? Görürsünüz, birinci növbədə xəstəxanadan kənar yardımın əsasından yardım istəməyə çağırır. Yəni siz əgər gördünüz ki, xəstədə bir hadisə baş verib, huşunu itirib, travma alıb, ciddi travmadır və s. Bu zaman mütləq yürüyüşü zəng etməlisiniz. Daha sonra siz CPR-a başlamalısınız. Əgər eydi varsa, buna avtomatik eksternal defibrilatör deyirik, hansı ki şok cihazı. Xəstəxanada görmüş olarsınız və ya filmlərdə də görmüş olarsınız. Onun daha elektron olanı var, hansı ki insan müdaxiləsinə ehtiyac olur. Sadəcə düyməni basmaqla o özü şok verə bilir. Sonra xəstə ambulansla xəstəxanaya çatdırılır, orada yardım olunur və əgər həyata qaytarılırsa, evə yazılır. Təməl həyat dəstəyinin əsas nüansı nədir? Baxın, bu addımları nöqtə-nöqtə izah edəcəyik. Ehtiyatlı yanaşma, cavab reaksiyasını yoxlamaq, kömək çağırmaq, tənəffüs yollarını açmaq, tənəffüsü yoxlamaq, təcili yardıma zəng etmək, 30 ürək masajı və 2 xilas edici tənəffüs. Ehtiyatlı yanaşma niyə görə lazımdır? Tutalım, əgər bir yerdə hadisə baş verirsə, biz bilməliyik ki, bu mühit bizim özümüz üçün təhlükəsizdir. Təsəvvür edin ki, yanmış maşının içindən və yaxud da çevrilmiş maşının içindən kimisə çıxartmaq, o hər an partlaya bilər, düzdür? Deməli, biz də zərər çəkə bilərik. Biz bilməliyik ki, birinci növbədə zərərsizdir yoxsa yox. Və yaxud da kiməsə travma yetirib, dayanıb kənarda gözləyir ki, kimsə yaxınlaşsın, ona da travma yetirib. Ona görə mütləq əmin olmalısınız ki, həmin mühit sizin üçün təhlükəsizdir. Tutalım, yolun ortasında kimsə yıxılıb. Yardım etmək istəyirsiniz, amma maşınların gəlməyini heç kim qabağına ala bilmir. Maşınlar ətrafda şütüyür, düzdür? Ona görə kimsə onu dayandırmalıdır, yol təhlükəsiz hala verilməlidir ki, bunu adətən polislər edir. Daha sonra biz vətəndaşa yaxınlaşa bilərik. Amma sizin məktəblərdə, evlərdə və yaxud da həyətlərdə, küçədə oynayarkən də belə hadisələr baş verə bilər. Əgər tək deyilsinizsə, yanında kimsəsə kömək edə bilər. Məsəl üçün, gəlin buranı ayıraq və yaxud da yıxılan şəxs quyunun dibində də onu çıxartmaq lazımdır və yaxud da dağın başında da onu biraz aşağı indirmək lazımdır, təpənin üstündədir və s. Bu zaman ətrafdakı insanlar sizə kömək edə biləcək. Cavab reaksiyasını yoxlamaq. Mütləq yıxılmış şəxs heç də həmişə huşunu itirmir. Bəzən olur ki, sadəcə bayılır, elə uzanan kimi vəziyyəti düzəlir. Görmüş olarsınız, kimsə huşunu itirdi, yıxıldı, təzyiqi düşüb. Bədən vəziyyətini dəyişən kimi, yəni uzanmış vəziyyətini keçən kimi özünə gəlir. Biraz ayağını yuxarı qaldırırsınız, ən azı görürsünüz ki, normaldır. Ona görə ambulansa zəng etməkdən əvvəl mütləq əmin olmalıdır ki, bu xəstə həqiqətən huşunu itirib, həqiqətən ürək dayanması var, yoxsa yox. Çünki ola bilər kimsə sizdən zarafat eləyir, özünü huşunu itirmiş vəziyyətə qoyur. Siz yaxınlaşırsınız, heç yaxınlaşmamış yüzücə zəng eləsiniz ki, kimsə bayılıb, gəlib yalançı bir çağırış ola bilər, düzdür? Ona görə mütləq cavab reaksiyasını yoxlamalıyıq. Bunun üçün necə eləyəcəyik? Çiyinləri silkələyirik. Əgər şəxs uzanmış vəziyyətdədirsə, çiyinlərə, üzə, gözə, başa toxunmaq lazım deyil. O şəxs qalxıb sizi məhkəməyə verə bilər. Çiyinlərə toxunmaqla sadəcə yaxşısanmı? Nə olub sənə? Bu formada necə? Öz-özü yox, xəstənin çiyinlərinə. Yəni yıxılan şəxsin çiyinlərindən şəxs yuvasına getmək lazım deyil. Xəstənin çiyinlərinə toxunur, yaxşısanmı? Bunu soruşduq. Əgər xəstə yan vəziyyətdədirsə və s. Növbəti etaplarda biləcəyik, onu arxasına çevirmək olar yoxsa. Amma çox vəziyyətini dəyişmək lazım deyil. Yenə də deyirəm, oturmuş vəziyyətdən uzanmış vəziyyətə ehtiyatla keçirmək mümkündür. Amma birdən-birə silkələyəsiniz, oradan ora vurasınız, buradan ora vurasınız, belə şeylər eləməmək lazımdır. İkinci, kömək çağırmaq. Mütləq, əgər evdəsinizsə qapını açıb çöldən kömək çağıra bilərsiniz. Məktəbdə sizə sinifdən, otaqdan kənara çıxıb müəllimlərdən kömək çağıra bilərsiniz. Amma yəni mütləq kömək çağırmaq lazımdır. Çünki siz tək bunu ötəsindən gəlməyə bilərsiniz. Və yaxud da indi növbəti mərhələdə deyəcək, tutalım ürək masajına başladınız. Əla. Amma kimsə köməyə gəlmirsə, siz bir müddətdən sonra yorulacaqsınız. Ona görə mütləq kömək. Hadisəni gördünüz, çiyinlərə vurdunuz, cavab gəlmədisə, mütləq kömək çağırın. Yaxşı, hələ növbəti etaplara getməsələr. Kömək çağırdıq, geri qayıtdıq. Tənəffüs yollarını açmağa çalışır. İnsan uzananda həmişə boynu biraz sıxılır, düzdür? Başı azca qalxır, boynu sıxılır. Həmin vəziyyətdə nəfəsini biz yaxşı eşitməyə bilərik. Ona görə mütləq başını arxaya edir, çənəsini qabağa qaldıranda yüngülcə. Bu zaman tənəffüs yolları açılır. Baxın, növbəti şəkildə uzanmış vəziyyətdə bizdə hamımız da belədir. Bu hətta xorultu olanda və yaxud da kimsə uzananda deyir, mən nəfəs ala bilmirəm. Xüsusən infeksiyon bir xəstəlik keçirəndə, bunun tənəffüs yollarımız tutul olanda deyir ki, uzananda nəfəs ala bilmirəm, qalxır oturur məsələn. Belə şəxs, belə vəziyyətdə başı arxaya eləyib, çənəni yuxarı qaldıranda tənəffüs yolları keçiciliyi tam bərpa olur və rahat nəfəs ala bilir. Tənəffüsü yoxdur. Bunu açdıq, gördük ki, tənəffüs yolları açıqdır, indi yoxlamaq lazımdır ki, hər nəfəs alır, yoxsa yox. Bax,
dinlə, hiss et. Bax, dinlə, hiss et qaydasına yoxlayanda biz xəstənin həm döş qəfəsinin qalxıb enməyinə baxırıq. Məsələn, uzanmış xəstədir, yaxınlaşıram belə, qulağım tənəffüs yollarında, görüm oradan havanın səsini eşidirəmmi? Döş qəfəsinə baxıram, görüb qalxıb enirmi? Və hiss edirəm, nəfəsin gəlməyini hiss edirəm. Əgər bunlar varsa, deməli xəstə nəfəs alır, əla. Növbəti mərhələyə keçəcəm. Yoxdursa, onda dərhal yenə kömək çağıracam. 40%-dən az hallarda ürək dayanandan, adətən ürək dayanandan hardasa 1-2 dəqiqə sonra tənəffüs dayanması. Tənəffüs tam dayanır. Çünki ürək fəaliyyət göstərmədiyinə görə tənəffüs sistemi də qanla təhsis ola bilmir, ona görə ürək dayanır. Əgər tənəffüs çətindirsə, ağırdirsə, kimsə belə bu formada nəfəs alırsa, bu da kritik tənəffüs sayılır. Yəni bunun olması da belə olmamaq kimi bir şeydir. O da sizin üçün vacib olmalıdır və kardiyak arrest dediyimiz ürək dayanmasının əsas əlamətidir. Yəni xəstənin tənəffüsü yoxdursa və yaxud da çox çətin, ağır nəfəs alırsa, deməli bu ürək dayanmasının əlamətidir. Bu zaman nə etdik? Təcili yardıma zəng etdik. Yenə deyirəm, əgər siz təksinizsə, telefonunuz yoxdursa, çıxıb qışqırıb kimisə kömək də çağıra bilərsiniz. Yox, əgər əlinizdə telefon varsa, mobil nömrə zəng edirsiniz 103-ə, bütün telefonlarda bu aktivdir, zəng etmək mümkündür. Zəng edib, mikrofona qoyub, polisin yanınıza. Nə edirsiniz? Zəng edirsiniz, 103-ə, olursunuz kənara, yanınıza. 30 ürək masajı. Niyə görə 30 ürək masajı? Ümumiyyətlə, CPR-a erkən başlamaq lazımdır. CPR dediyimiz, yəni ürək ağciyər reanimasiyası. Masajla. Əsas elementi, əsas göstərisi masajdır. Siz başqa heç nə etməsəniz belə, düzgün masaj eləməklə insan həyatını xilas edə bilərsiniz. Gənclər. Bəli. Arxadakı gənclər. Masaj edə bilərsiniz. Ümumiyyətlə, ürək masajına hər 10 dəqiqə gecikmək, daha doğrusu hər 1 dəqiqə gecikmək ölüm ehtimalını 10% artırır. Təsəvvür edin ki, siz oturdunuz, fikirləşdiniz, görərsən buna nə olur, bir çıxım görüm kimi var çöldü, ay cəmaat, gəlin baxın deyənə qədər bir 10 dəqiqə keçdi. 10 dəqiqə keçdi, deməli xəstə masaja başlasanız belə artıq öldü, bəli. 10 dəqiqə 100% ölüm deməkdir. Ona görə nə qədər erkən başlasanız o qədər yaxşıdır. 103-ə zəng eləyəndə hansı məlumatlar verəcəksiniz? Tutalım zəng elədiniz nömrə ilə, qoydunuz kənara və sizdən oradakı dispetçer soruşur. Nə olubdur məsələn? Kim nə deyər? Deyərəm ki, yaxşı deyərəm, qadın və kişi olğun deyərəm. Ay sağ ol, Olğun lazım deyərəm. Necə deyəsən ərazində? Harada olur? Daşıma masajı. Sizin yoldaşının sinif ortasında bayıldı, nə edəcəksən? Mən hər an bir demək istəyirəm. Şəxsi məsələsini deyərəm. Yox, şəxsi məsələsini deyərəm. Asına vura. Şəxsi vəziyyəti. Şəxsi məsələsi yox, şəxsi vəziyyəti. Yəni o deməkdir ki, vəziyyəti o deməkdir ki, bu məsələn zəhərlənmiş xəstə ola bilər, ilan sarılmış ola bilər, qulaq asıb, travma almış ola bilər. Şəxsi vəziyyəti, yəni xəstənin huşu yoxdur. Əgər siz xəstənin döyəcləniz çiynindən vurdunuz, sizə cavab vermədisə, suallara cavab vermədisə, tənəffüsü yoxdursa, heç nəfsi də biri yoxlanır. Tənəffüsü yoxdursa, dərhal ambulansa zəng edib deyir ki, xəstənin huşu yoxdur. Yaxşı, tutalım 10-15 yaşlarında uşaq, qız, məsələn, məlumat verir. Filan məktəbdə yıxılıbdır, vəziyyəti bildirir, huşu yoxdur xəstənin, biz masaja başlayacaq. Yəni, nə yardım göstərsiniz, onu demək, masaja başlayacaq. Masaj, baxın, CAB niyə görə vacibdir? Mütləq kompress eləməliyik. Ürək masajı dediyim kimi, əsas xilas edicidir. Sonra tənəffüs yollarında havanın verilməsidir. Ümumiyyətlə, əgər xəstəxanadan kənardasınızsa, maskanız, hər hansı bir vasitəniz yoxdursa, kimisə ağızdan ağza və ya burundan ağızdan buruna nəfəs vermək çox çətindir və heç kim onu insan istəməyə də bilər. Yəni kimisə birbaşa burnuna, ağzına təmas etmək istəməyir. Bu halda necə eləyəcək? Bu halda ancaq masajı davam edəcək. Yəni siz onu fikirləşməyin ki, mən buna yaxınlaşsam, masaj eləyən sonra gərək tənəffüs də verim. Tənəffüs də vermək istəmirəm. Məsələn də tutalım, o şəxs xəstə ola bilər, o şəxs başa gəlməz vəziyyətdə ola bilər. Sən yaddaşında olacaqsan, 4K çəkibsən. Amma yenə də masajı davam eləmək lazımdır. 30 ürək masajının əsas məqsədi nədir? Deməli, əlin ovuc hissəsində, baxın, o bu hissə, ayaq hissəsi. Döş qəfəsinin üzərini təmas eləməlidir. Təmasdan sonra, yəni hər sıxmadan sonra geri çəkilir yəni. Döş qəfəsindən ayrılır əlimiz. Deməli, birinci əlin döş sümüyünün üzəri